Bu günlerde təyinatlar olacaqdır. Bu təyinatlar Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həbsi Azərbaycanın son 10 illiklərdə ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib. 4 aydan artıq istintaq davam edəcək və bu müddət ərzində həm ittihamların məzmunu, həm də prosesin siyasi nəticələri barədə çoxsaylı ehtimallar səsləndirilir. 25 il ərzində ölkənin daxili siyasətinin və idarə etmə mexanizminin əsas fiqurlarından biri olmuş Mehdiyev təsadüfən boz kardinal adlandırılmırdı. Onun həbsi sadəcə bir məmurun məsuliyyətə cəlb edilməsi deyil, həm də illərlə mövcud olmuş siyasi sistemin dərin qatlarında gedən dəyişikliklərin göstəricisi kimi dəyərləndirilir. Həbsin hüquqi əsasları və istintaq prosesi. Səbail rayon məhkəməsinin qərarına əsasən istintaq orqanının təqdimatı ilə Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü Dövlətə xəyanət, 278.1-ci Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və 193.1.3.2-ci cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Bu maddələr dövlət təhlükəsizliyinə qarşı ən ağır cinayətlər sırasında yer alır. Qanuna əsasən belə əməllər 12 ildən 20 ilədək, bəzi hallarda isə ömürlük azadlıqdan məhrum etməklə cəzalandırılır. İstintaq yekun qərar verməsə də, ittihamların miqyası bu prosesin sıradan bir inzibati məsələ olmadığını göstərir. Uzun karyera və güclü şəbəkə. Ramiz Ənvəroğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakıda anadan olub. Bakı Dənizçilik Məktəbini, ardınca Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. Moskvada fəlsəfə elmləri namizədi dərəcəsini alıb. Sovet dövründə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təbliğat, elm və təhsil sahələrinə rəhbərlik edib. Müstəqillik illərində onun siyasi yüksəlişi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. 1994-2019-cu ildə prezident administrasiyasının rəhbəri kimi dövlət aparatının ideoloji, kadr və strateji istiqamətlərinə rəhbərlik edib. İllər ərzində həm siyasət, həm də elmi mühitdə geniş təsir şəbəkəsi formalaşdırdı. 2019-cu ildə bu vəzifədən ayrıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti oldu. 2022-ci ildə isə istefa verdi. Onun adı hakimiyyətin daxilində uzun illər formalaşmış köhnə qvardiyanın simvolu kimi çəkilirdi. Mehdiyevin təsir dairəsi yalnız dövlət strukturları ilə məhdudlaşmış, elmi və media mühitini də əhatə edirdi. Həbsin arxasındakı ehtimallar. Ramiz Mehdiyevin həbsinin səbəbləri barədə bir neçə versiya səslənir. Əgər məqsəd sadəcə onun neytrallaşdırılması idisə, bu proses çoxdan baş tuta bilərdi. Mehdiyev 2019-cu ildə siyasi, 2022-ci ildə isə elmi postlarını tərk etmişdi. Birinci versiyaya görə onun rəhbərlik etdiyi köhnə qvardiyanın təsir imkanları tamamilə sıradan çıxarılır. Mehdiyev postunu itirsə də, uzun illər ərzində yaratdığı əlaqələr və kadr resursları hələ də dövlətin müəyyən sahələrində qalırdı. Həbs bu resursların da ləğvini hədəfləyir. İkinci versiya geosiyasi amillərlə bağlıdır. Regionda artan gərginlik və Qərblə Rusiya arasında balans siyasəti Azərbaycanın daxili siyasi mühitinə də təsir göstərir. Bakı-İrəvan sülh prosesi, Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizi məsələsində fəallaşması, Rusiyanınsa bölgədə nüfuzunu saxlamaq cəhdləri yeni qarşıdurma xətləri yaradıb. Bu şəraitdə Moskva həm Ermənistan, həm də Azərbaycanda müxtəlif siyasi dairələrlə paralel işləməyə cəhd göstərir. Mümkündür ki, Azərbaycanda bu paralel əlaqələr üçün 5-ci kolon adlandırılan strukturlar aktivləşib. Mehdiyevin bu çevrələrə mənsub olduğu və ya onlarla əlaqəli olduğu barədə məlumatlar da istintaqın diqqətindədir. İqtisadi təsir dairəsi və sərvət iddiaları. Açıq mənbələrdə Ramiz Mehdiyev və ailəsinə aid olduğu bildirilən çoxsaylı əmlak və şirkətlər mövcuddur. Bu faktlar da istintaqın diqqət mərkəzindədir. Məlumata görə Mehdiyev ailəsinin Novxanı, Abşeron və Goranboyda
onlarla hektar torpaq sahəsi, paytaxtda və regionlarda çoxsaylı villaları, ticarət və xidmət obyektləri var. Digital Media MMC, Media FM radiosu, Astoria Tibb Mərkəzi, Grand Palace və Grandezza ticarət mərkəzləri, Şərq-Qərb nəşriyyatı və bir neçə MTK bu siyahıya daxildir. Ailənin gəlini Nigar Mehdiyeva Bank BTB ASC-nin 75% səhmlərinə sahibdir. Bankın törəmə şirkətləri BTB Leasing və BTB Kapital ailənin biznes strukturuna daxildir. Bu, Mehdiyevin illərlə formalaşdırdığı iqtisadi təsir şəbəkəsinin miqyasını göstərir. Siyasi ambisiya və Moskva xətti. Sabiq deputat Fəzail Ağamalının açıqlamasına görə Ramiz Mehdiyev vaxtilə prezident postuna iddia edib və onun bu niyyətinə Moskva dəstək göstərib. Ağamalı bildirib ki, Mehdiyev demişdi: "Gəlib prezident olmaq istəyirəm, amma Azərbaycan xalqı prezidentini özü seçməlidir. O vaxt mən onu açıq şəkildə xəyanətkar adlandırdım." Bu açıqlama istintaqın hakimiyyəti ələ keçirmə ittihamı ilə səsləşir. İstisna deyil ki, Mehdiyevin keçmiş ambisiyaları və xarici dairələrlə əlaqələri bugün ona qarşı irəli sürülən ittihamların əsasına çevrilib. Siyasi nəticələr və sistemin yenilənməsi. Ramiz Mehdiyevin həbsi Azərbaycan siyasətində yeni mərhələnin başlanğıcı ola bilər. Onun rəhbərlik etdiyi dövrdə formalaşan sistemin əsas dayaqları artıq dəyişməkdədir. Dövlət idarəçiliyində şəffaflıq, yeni nəsil məmurların irəli çəkilməsi və köhnə strukturların yenilənməsi istiqamətində proses sürətlənib. Ekspertlər hesab edirlər ki, Mehdiyev tək başına bu cür əməl törədə bilməzdi və istintaqın davamı olaraq daha bir neçə nəfərin məsuliyyətə cəlb edilməsi mümkündür. Bu da Mehdiyev işinin sadəcə bir şəxsin həbsi deyil, uzun illərin siyasi irsinin təmizlənməsi mərhələsi olduğunu göstərir. Ramiz Mehdiyevin həbsi Azərbaycan dövlət idarəçiliyində tarixi dönüş nöqtəsidir. İllərlə siyasi və ideoloji sistemin formalaşmasında əsas fiqur olmuş bir şəxsin indi dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə ittihamı ilə üzləşməsi təkcə hüquqi məsələ deyil, həm də siyasi sistemin özünün yenilənməsinin təzahürüdür. İstintaqın yekunu yaxın aylarda bəlli olacaq, lakin artıq aydındır ki, bu hadisə təkcə keçmiş bir məmurun taleyi ilə deyil, Azərbaycanın gələcək siyasi arxitekturası ilə də bağlıdır. Mehdiyevin illərlə kölgədə saxladığı boz kardinal obrazı indi öz sahibini həm keçmişin, həm də gələcəyin kəsişməsində simvola çevirib.